ki 1969-cu il iyun plenumunda Azərbaycan SSR-nin rəhbəri Heydər Əlizoğlu Əliyev olacaqdı və bununla da Heydər Əliyevi Azərbaycana birinci rəhbərlik dövrü dediyimiz tarixi termində rəhbərlik dediyimiz tarixi termin başlayacaq. 1969-1982-ci ildə. Rəhbərlik elədiyi dövrdə Azərbaycanın bir çox sahələrində islahatlar keçirəcəkdi Heydər Əliyev. Bu islahatlar hansılardır? Siyasi, hüquqi, iqtisadi, sosial. Bəziləri biz kitabda yoxdur. Bunların hamısını mən burada dedikcə siz axtaracaqsınız. Kitabda olmayanları mən deyənləri yazacaqsınız. Yadınızda qalsın. Mədəni islahatlar olacaq. İlk dəfə olaraq Heydər Əliyev Sovet tarixində ilk dəfə olaraq Azərbaycanda və SSR-də rüşvətxorluq və korrupsiya ilə bağlı ilk cəsarətli çıxış edən şəxs kimi tarixə düşür və Azərbaycandakı yaratma siyasəti tənqid edir. Bununla paraleldə qoy ədalət zəfər çalsın ideologiyasını ön plana verir və bu ideologiyaya uyğun olaraq da başlayır Azərbaycanı inkişaf etdirməyə. Siyasi hüquq baxımından hansı islahatlar keçiriləcəkdir? Birinci, 1978-ci ildə Azərbaycanın 3-cü konstitusiyası qəbul edilir. Bu konstitusiyada 56-dakı İmam Mustafa dövrünə oxşar cəhəti o idi ki, yəni 37 konstitusiyasına oxşar cəhəti o idi ki, bu konstitusiyada Azərbaycan dilinin dövlət dili olması haqqında qərar qəbul olunur. İmam Mustafayevin dövründə fərqli cəhət ondan ibarət ki, İmam Mustafayevdə 37 konstitusiyasına əlavə maddə kimi vermişlər. Amma burada birbaşa 78-də konstitusiyada öz əksini tapacaqdı. Və Azərbaycan dili dövlət dili olmasına bağlı qərara görə bütün yazışmalar, dövlət sənədləri, məktəblərdə Azərbaycan dili tədrisi məcburi və belə də icbari hesab olunacaqdı. Sonra bununla bərabər də hüquqi baza yaradılacaqdı. Respublikanın qanunverici orqanları yenidən işlənəcəkdi. Savadlı kadrlar gətiriləcəkdi. Yeni kadrlar gətiriləcəkdi. Layiqli insanlar vəzifəyə gətiriləcəkdi. Ön plan çəkiləcəkdi. Azərbaycanlıların əsasən vəzifə gətirilməsində çox böyük bir rol oynayacaqdı. Və qısa müddət ərzində Azərbaycanın hüquqi baza sistemi və siyasi quruluşu təkmilləşib və səmərəli fəaliyyətini başladacaqdı. Sosial-iqtisadi tədbirlərdə əsas məsələ Heydər Əliyevin Azərbaycanda əsas məqsədi əhali rifahını yaxşılaşdırmaq idi. Bunun üçün yeni iş yerləri açacaqdı, fabrik zavodları istifadəyə veriləcəkdi. 1975-ci ildə deyirik ki, məişət kondisioner zavodu istifadəyə verilir. Azərbaycan Sovet İttifaqının ümumi elektrotexnika flaqmanı sayılacaqdı. Bax, bunun məişət kondisioner zavodu da verə bilər, elektrotexnika flaqmanı da verə bilər. Yəni eyni şey olacaq. Fərqi yoxdur. 71-ci ildə Bakının su sistemini təkmilləşdirmək üçün və yaxşılaşdırmaq üçün 71-ci ildə Kür suyu çəkiləcəkdi Bakıya. Yəni Heydər Əliyevin təşəbbüsünə olacaqdı. Sonra bu dövrdə Azərbaycan üzümçülükdə Respublikada birinci yerə çıxacaqdı məhsul verilməsində. Baramaçılıq ikinci yer, pambıqçılıqda dördüncü yerdə istehsalat olunacaq. Amma yenə də kənd təsərrüfatının əsas məhsulları olan əkinçilik və maldarlığa tələbat hələ də mövcud olacaq. Lakin buna baxmayaraq Heydər Əliyev bununla da bu problemi də aradan qaldırmaq üçün Azərbaycanda irriqasiya sistemini yaxşılaşdıracaqdı, yəni suvarma sistemini yaxşılaşdıracaqdı, əkin sahələrini artıracaqdı, malqaranın inkişafına təkan verəcəkdi. Sonra sosial-iqtisadi cəhətdən yeni qəsəbələr salınacaqdı. Badamdar, Əhmədli, Günəşli, bu tipli yeni qəsəbələr salınacaqdı. Yeni binalar tikəcəkdi və əhalinin mənzil təminatını yaxşılaşdıracaqdı. Bunlar sosial-iqtisadi. Mədəni islahatlar. Mədəni irsə sahib çıxmaq kimi bir ideologiya irəli sürəcəkdi. Bu dövrdə nə edəcəkdi? Birincisi, Azərbaycan bu Bakı şəhəri müharibə dövründə belə deyək də fəaliyyətinə görə, neft hasilatına görə Lenin orderini mükafatlandıracaqdı. Ən böyük nailiyyəti Heydər Əliyevin bu idi, birinci. İkinci, Cəfər Cabbarlı, sonra Bülbül, daha doğrusu Bülbül, sonra Vaqif, Natəvanın ev muzeyləri fəaliyyət göstəriləcəkdi. 82-ci ildə Hüseyn Cabir İrkutskdən qəbri gətirilib Naxçıvanda şeyləyəcəkdi, bastırılacaqdı. Vaqifin mavzəliyi ucaldılacaqdı. Sonra heykəlləri Şuşada belə deyək də bir növ ucaldılacaqdı. Bundan paraleldə Şuşa tarixi memarlıq qurğu yaradılacaqdı. SSR-nin və Azərbaycanın ən kurortlu zonası hesab olunacaqdı. Şuşa şəhəri artıq bu dövrdə. Sonra
Naxçıvan Elmlər Akademiyasının filialı yaradılacaqdı. Elmi Tədqiqatlar, Kosmik Tədqiqatlar İnstitutu yaradılacaqdı. Sovet Türkiyologiyası jurnalı, Azərbaycan Təbiət jurnalı istehsal daha doğrusu çap olunacaqdı. Yəni bu tipli bir çox universitetlər fəaliyyətə başlayacaqdı bu dövrdə. Yəni təhsilə önəm veriləcəkdi. Azərbaycanlıların SSR-nin digər ölkələrində, yəni Belarusiya, Ukrayna, Rusiya, Qazaxıstanda təhsil almasına göndərəcəkdi və onları savadlı kadr kimi ölkəyə qayıdıb xidmət eləməsinə böyük təşəbbüslər olacaqdı. Xüsusən də Rusiyaya göndərəcəkdi. Yəni bu mədəni irsə sahib çıxacaqdı. Və Heydər Əliyevin tədbirləri bunlar olacaqdı. Qarabağla bağlı məsələ. Bu dövrdə Qarabağ məsələsi yenidən aktuallaşacaqdı. Ermənilərin Qarabağa olan iddiası irəli sürüləcəkdi. Lakin Heydər Əliyev bunun qarşısını cəsarətlə alacaqdı. Bununla bərabərində də bu dövrdə güya ki, Kəlbəcərin infrastrukturu hər iki respublika üçün ziyandır. Yəni Kəlbəcər inkişafı olmayan bir bölgə kimi ermənilər qələmə vermək istəyirdi ki, Kəlbəcəri iki ölkə arasında bölüşdürülsün yaylaqları. Lakin Heydər Əliyev bunun belə qarşısını alacaqdı. Xankəndi Kəlbəcər avtomobil yolunu təmir etdirəcəkdi, Kəlbəcərin infrastrukturunu yaxşılaşdıracaqdı və Kəlbəcərin Azərbaycan tərkibində qalmasını təşəbbüskarı olacaqdı. Bununla paraleldə Ağdam Xankəndi dəmir yol xəttini istifadə verəcəkdi və Qarabağa diqqəti xüsusi şəkildə ayıracaqdı ki, oradakı azərbaycanlıların sosial rifahı yaxşılaşsın və Qarabağ məsələsinin qarşısını alınsın. Heydər Əliyev 1976-cı ildə Sovet Mərkəzi Komitəsinin büro üzvünə namizəd seçiləcəkdi. 82-ci ildə isə Sovet Mərkəzi Komitəsinin büro üzvü seçiləcəkdi. Bu bilirsiniz nə deməkdir? O dövr üçün, yəni müasir dövrdə dillə gətirsək, ölkə rəhbərinin köməkçisi elan olunacaq. Yəni və 82-ci ildə Azərbaycan vəzifəsinə ayrılacaq. Yerinə Kamran Bağırov gələcək. Kamran Bağırovun dövründə nələr olacaqdı? 1983-cü ildə 70-ci illərdən etibarən Rusiya Sibirdə neft tapacaq. Və Rusiya Sibirdə neft tapdığı üçün ora daha çox kapital qoyacaqdı. Lakin bu kapital qoyulmasına baxmayaraq Sibirin neftinin bura gətirilməsi çox böyük bir xərc tələb edəcəkdi. Həm də Sibir neftinin kükürdü çox buydu. Bu neftayırma zavodlarında bu prosesi daha da çətinləşdirir. Məcbur qalır Azərbaycan neftinə yenidən Rusiya möhtac qalmağa başlayır. Amma 1983-də Bakı-Qroz neft kəməri çəkiləcəkdi. Bununla da Rusiya Azərbaycan vahid neft kəmərinə qoşulacaqdı. 1986-cı ildə isə Dərin Dəniz Özüllər Zavodu inşa ediləcəkdi və istifadə veriləcək. Bugün Heydər Əliyev adına Dərin Dəniz Özüllər Zavodudur. Heydər Əliyevin dövründə tikintisi başlanmışdı. 86 isə başa çatacaqdı. Yəni bunu xüsusi o kitabda qeyd edirsiniz. Sonra bundan paralel 86-cı ildə Yevlax-Balakən dəmir yol xətti istifadə verilmişdi və bu Yevlax-Balakən dəmir yol xətti sonradan Bakı-Tiflis dəmir xəttinə də birləşdiriləcəkdi. 80-ci illərin ortalarında bilirsiniz ki, 1985-də Qarbaçov gəlir hakimiyyətə. 85-ci ildə Azərbaycanda üzümçülük süqut edir. Çünki Qarbaçovun hakimiyyətə gəlməsinə SSR-də alkoqizmə qarşı mübarizə başlayır. Alkoqizmə qarşı mübarizə birinci kənd təsərrüfatı üzümçülüyə toxunacaq. Bütün üzüm bağları söküləcək, şərab zavodları bağlanacaq. Bu həm üzümçülüyü süquta gətirib çıxaracaq, həm də bununla paraleldə işsizliyi artıracaq və narazılıq. Sonra 1987-ci ildə SSR-in plenum iclasında Qarbaçov yenidən qurmanı elan edəcək. Yenidən qurmada əsas məqsəd bilirsiniz də SSR-in böhrandan çıxardıb əvvəlki səviyyəyə çatdırmaq. Bunu əvvəl SSR dərsində bilirsiniz keçmişik. Burada hansı proses həyata keçirməlidir? Hakimiyyət bölgüsü, iqtisadiyyatın inkişafı, iqtisadiyyata özəlləşməyə icazə vermək, torpaqların kəndlərə paylanmasına və kəndlərdən yalnız icarə haqqını almaqla məhsulun sərbəst ticarətinə icazə verməlidir. Lakin burada kadr islahatlarının keçirilməsi. Bir də SSR-də bilirsiniz bir xüsusiyyət nə idi uşaqlar? Bütün biletlər bir-birindən əlaqəlidir. Məsəl üçün deyək ki, SSR-də bunu istehsal eləmək, telefonu istehsal eləmək. Bunun telefonun yığılmasına üçün bütün respublikalarda fabrik zavod tikilmişdir. Məsəl üçün deyək ki, telefon kablosu istehsal olunur Belarusiyada, telefon ekranı istehsal olunur Ukraynada, telefonun tipi istehsal olunur Qazaxıstanda, nə bilim, telefonun kameraları istehsal olunur Azərbaycanda və 80-ci ildə yenidən qurma aşkarlıq elan olunanda hansı ki hər bir fabrik zavoda öz inkişafı önəm verilmişdir. Başa düşdünüz? Bu da bir-birinə əlaqəli olan fabrik zavoddan fəaliyyətini dayandıracaqdır. Çünki özü-özünü istehsalatı təmin edən fabrik zavod bunu necə istehsal edəcək? Dünənə kimi telefon istehsal edən fabrik zavod dayanacaq. Çünki qarşı tərəfə deyilib ki,
sən artıq əlavə bir digər fərqli zavoda hər hansı bir istehsal, məhsul istehsal, öz-özünü istehsalını təmin edir. Ona görə də bu işsizliyə gətirib çıxaracaq. Və 85-87 aralığında böyük narazılıqlar baş verəcək SSR-də və xalqın narazı qalacaq. Təbii ki, Rusiya, Çar Rusiyası dövründən qalan bir siyasət idi. SSR-i xalqın narazılığının qarşısını almaq və respublikalarda bu səsləri boğmaq üçün respublikalarda etnik münaqişələr alovlandıracaq. Və Azərbaycanda da 87-dən etibarən Qarabağ münaqişəsini alovlandıracaq. Ermənilərin Qarabağa iddiaları çox böyüyəcəkdir. 1988-ci ildə buna ətraflı keçəcəm. 88-ci ildə Ermənistanda Azərbaycanlılar əleyhinə mitinglər keçiriləcəkdir. Qarabağın Ermənistana aid olduğuna aid qərarlar və təbliğat işləri aparılacaqdır və bu isə iki respublika arasında münaqişə gətirib çıxaracaq. 1989-cu ildə ümumi müddətdə keçmişik. Pluralizm əsasında seçkilər keçiriləcəkdir SSR Ali Məclisinə, yəni Ali Sovetinə və burada müxtəlif fikirli insanların parlamentə təmsil olması haqqında qərar da burada qəbul edilmiş olacaq. Bu da sizin